İskəndərli tərəfə. Nə bir dənə kömək edin burada salat. Sizin yanınıza gətireyim. Gel, sütün olsun, başla. Bunlar bizim reaktivlərimizdir. Biz bunları qanun üzərində tətbiq edəcəyik. Və burada qanun çöküb çökməməsinə görə biz qanın hansı qrup olduğunu biləcəyik və mənfi yoxsa müsbət qan qrupudur. Başlayalım. Bir damla. Qanın üstünü tük. Qanın tükürə vurur. Qanın tükürə. Koy hələ qalsın onu yuxarı. O birisini götürür. Bunu götürür. Onu özü götürür. Götürür. Bir damla tük. Götür. Bir damla tük. Şimdi bunu götürür. Onu istifadə edəsən. Götür. Bir damladan üstünü tük. Qanı boşaltır. Şimdi başla karıştırma. Bu bununcudur. Bunları bastır. Bu bununcudur. Karıştır. Öbürsünü karıştırır. Bunu götür karıştır. Karıştır. Şimdi öbürsünü. Onu açsın. Şimdi baxırıq. Reaktivləri müşahidə edirik burada. Biz burada görürük ki qan çökür. İndi hansında çöktüğünü birazdan görürük. Burada uca burada görünür. çökmə əmələ gəlirsə, bu antibeydir. Yəni biz bilirik ki, 3-cü qrup qan qrupudur. Burada da çökmə müşahidə olunur. Onun üçün biz deyə bilərik ki, müsbət qan qrupudur. Bizim qanımız oldu ki, 3-cü qrup müsbət qan qrupudur. Gedirlər ora indi. B, RH pozitif. Buradan da baxın görünür bu şəkildə ki. Burada çökmə heç bir şey yoxdur. Deməli, anti-A tətbiq etdiyimiz antikor sayəsində çökmə baş vermədi. Anti-B-ni tətbiq etdiyimiz antikor sayəsində qanda çökmə baş verdi. Bu onu göstərir ki, qan 3-cü qrupdur, yəni B qrupudur. Digər anti-D, yəni rezus amili olan antikoru tətbiq etdiyimizdə də çökmə baş verdiyinə görə bu da göstərdi ki, qan müsbətdir. B, RH müsbət qan qrupudur. Müəllimənin qan qrupu. Bu cür. Təşəkkür edirik. Alqış eləyirik. Mən də alqış üçün barmağımı deşdirsin. Həkimimizə də alqış düşür bizi kömək elədiyi üçün.